Salam uşaqlar. Bugün biz sizinlə adi kəsirin nə olduğunu öyrənəcəyik. Daha sonra isə onluq kəsirləri. Əvvəlcə adi kəsirlərin nə olduğuna baxaq. M bölünsün N şəklində verilmiş kəsir adi kəsir adlanır. Burada M, yəni bu yuxarı hissə, surət, N isə məxrəc adlanır. Ortadakı bu xətt isə bölmə deməkdir. Oxuyanda da necə oxuyuruq? M böl N şəklində verilmiş kəsir adi kəsir adlanır. Yadımızda saxlayırıq ki, M və N hər zaman natural ədəddir. Buna görə də bəzən görürük ki, bizdə verirlər M-in daxildir böyük N hərfi. Bu deməkdir ki, M və N ancaq natural ədəd olmalıdır. Yəni, hansısa bir məsələdə M-ni verəndə daxildir böyük N işarəsi verirlər buna. O zaman başa düşün ki, M-in natural ədəddir. Yəni, nə tam ədəd, nə sıfır, və yaxud onluq kəsir ola bilməz. Natural ədədində nə olduğunu bilirik. Ona görə təzdən bunu deməyəcəm. İndi, adi kəsirlər 3 hissəyə bölünür. Birincisi, düzgün kəsir. Düzgün kəsirlər. Düzgün kəsir nədir? Əgər kəsrin surət nə idi? M. Məxrəcindən, yəni N-dən. M, N-dən. Kiçikdirsə, yəni M kiçikdir, N də böyükdür. Qaydanı dedik ki, əgər kəsrin surəti məxrəcindən kiçik və ya məxrəci surətindən böyükdürsə, görürük ki, bəli, məxrəci surətindən böyük deyirəm də mən. Kəsrin surəti məxrəcindən kiçik və ya məxrəci surətindən böyükdürsə, bu zaman bu kəsir düzgün kəsir adlanır. Biz dedik ki, M və N necə ədəddir? Natural ədəd. Deməli, mən məxrəcə böyük ədəd yazmalıyam. Böyük ədəd deyəndə, yəni ki, tutaq ki, 5 yazdımsa, onda surətdə 5-dən kiçik ədəd olmalıdır. 4, 3 də yaza bilərəm, 5 də 3, 5 də 2, 5 də 1. Bunlar hamısı olacaq düzgün kəsir. Deməli, biz adi kəsirin nə olduğunu deyəndə, deyirdik M bölün. Amma kəsiri oxuyanda, yəni əvvəlcə yuxarını, sonra aşağını oxuyuruq. Amma kəsiri oxuyanda əvvəlcə aşağını oxuyuruq. Aşağıda, yəni məxrəcdə nə var? 5. Surətdə nə var? 1. Deyirik 5-də 1. 5-də 2. 5-də 3. 5-də 4. Və yaxud tutaq ki, mən bura 127 yazmışam. Əgər düzgün kəsirləri yazmaq istəyirəmsə, ən kiçik natural ədədimiz nə idi? Başlayırdı 1-də. Sonra 127-də 2, 127-də 3 və s. Ən sonuncu gəlib neçədə dayanacaq? 127-də, 126-da. Niyə? Çünki dedik ki, surət məxrəcdən kiçik olmalıdır. Mən burada 127-də 127 yazsam, onda surətlə məxrəc bərabər olacaq. Məsələn, sizdən soruşulsa ki, deməli, məxrəci 127 olan kəsrin ən kiçiyini və ən böyüyünü tapın. Ən kiçik olacaq 127-də 1, ən böyük olacaq 127-də 6. Niyə 127-də 0 yazmadıq? Çünki orada 0 natural ədəd deyil. Ən kiçik natural ədədimiz 1-də başlayır. Ən böyük natural ədədimiz nədir bilmirik. Amma kəsrin məxrəcini verəndə ki, bizə 127-dir. Biz bilirik ki, ən böyük 126-da bitəcək. Məncə, yetər qədər ətraflı izah elədim. Anlaşıldı. İndi keçək ikinci. Oldu düzgün kəsir. İndi öyrənəcək düzgün olmayan kəsir nədir? Düzgün olmayan kəsirin surəti məxrəcindən böyük və ya məxrəci surətindən kiçik olur. Yazaq nə deyirik? Düzgün olmayan kəsir. Dedik ki, surət məxrəcdən böyük,
məxrəc isə surətdən kiçik olur. Və ya surət və məxrəc bir-birinə bərabər olur. İndi belə yazaq, eyni. Yazdım, bərabər yazmadım, yazdım eyni. Surəti və məxrəci eyni olur. Eyni nədir? Yəni, tutaq ki, 6-da 6. Tutaq ki, 120-də 120. Bunlar oldu eyni. Surəti və məxrəci. İndi məxrəci kiçik. Tutaq ki, məxrəci yazmışamsa 50. Surətdə böyük ədəd yazmalıyım da. Məsələn, 79. 50-də 79. Məxrəcdə yazmışam 7. Surətdə yazmalıyım. Tutaq ki, 16. Bəs bizə deyilsə ki, bu kəsrin, düzgün olmayan kəsrin ən kiçik qiyməti neçədir? Ən kiçik olması üçün surət və məxrəc bərabər olmalıdır. Məsələn, 7-də 7. Amma mən bunun ən böyüyünü yaza bilərəm, yaza bilmərəm. Niyə? Çünki natural ədədlər axı sonsuzdur. Baxın, düzgün kəsirdə ən kiçik və ən böyüyü var. Düzgün olmayan kəsirdə isə ən kiçik var, ən kiçik. Ən böyüyü yoxdur. Ən böyük olanı yoxdur. Yəni, bizə deyilməsə ki, məsəl üçün, filan rəqəmdə dayana bilmirik. Ən böyüyünü yaz, yoxdur, ən böyüyü yoxdur. Məncə, bu da aydın oldu. Üçüncü isə qarışıq ədəd. Bəs qarışıq ədəd nədir? Qarışıq ədəd tam və kəsr hissədən ibarət olan ədəddir. Dedik, qarışıq ədəd nədir? Tam və kəsr hissədən ibarət olan ədəd. Tam harada yazılır? Baxın, tutaq ki, yazıram. A tam, M-də N. Baxın, A harada yazıldı? M-lə N-in elə bil ki, ortasında, kəsr xəttinin qarşısında yazıldı. Bu nə deməkdir? İndi məsələn yazıram 1 tam 7-də 3. Baxın, bu düzgün qarışıq ədəddir. Niyə düzgündür? Çünki məxrəcimiz nədir? Böyükdür. Surətimiz nədir? Kiçikdir. Tam hissəmiz də var. Amma tutaq ki, belə olsaydı 2 tam 7-də 9. Məxrəc kiçikdir. Surət böyükdür. Onda bu olacaqdır düzgün olmayan qarışıq ədəd. İndi biz öyrənəcəyik ki, yəni dedik, bir dənə də təzən deyək, qarışıq ədəd nə idi? Tam və kəsr hissədən ibarət olan ədəd. Tam və kəsr hissədən ibarət olan ədəd qarışıq ədəd. Tutaq ki, verilib ki, sizə 3 tam 7-də 1, niyə mən 7-dən yapışmışam bilmirəm, nəysə. 3 tam 7-də 1, bu necə ədəddir? Deyirsiniz, qarışıq ədəd. Tutaq ki, və yaxud necə kəsirdir? Qarışıq kəsir. Tutaq ki, verib ki, 13-də 5 necə kəsirdir? Baxırsınız, məxrəc böyükdür, surət kiçikdir, düzgün kəsir. Tutaq ki, verib ki, 30-da 49 necə kəsirdir? Deyirsiniz ki, düzgün olmayan kəsir. Niyə düzgün olmayan kəsirdir? Çünki surəti böyükdür. Surət böyükdürsə düzgün olmayan kəsirdir. İndi biz nəyə baxırıq? Bax, bu düzgün olmayan qarışıq ədəddir. Mən bunu necə çevirəcəm ki, bu düzgün olsun? İndi biz onu öyrənəcəyik. Əvvəlcə öyrənək düzgün olmayan kəsrin qarışıq ədədə çevrilməsini. Düzgün olmayan kəsir yazıram. Məsələn, 17-də 30. Düzgün olmayan kəsiri qarışıq ədədə çevirmək üçün kəsirin surətini, yəni 30-u, kəsirin məxrəcinə, yəni 17-yə bölürük. Bölür neçə aldıq? 1, 17, qalıq da 13. Aldığımız ədədi tam hissədə. Qalığı surətdə, bölən isə məxrəcdir. Deməli, aldığımız ədəd 1-dir. Düzdürmü? Aldığımız cavab 1-dir. 1-i yazdıq tam hissədə. İstəsəz bölən kimi yadınızda saxlayın və yaxud da məxrəci olduğu kimi saxlayırıq da deyə bilərik. Məxrəc 17-də 17 yazdıq. Qalığı isə, qalığı nə idi? 13 idi, surətdə yazırıq. Deməli, deyirik ki, düzgün olmayan kəsri, düzgün olmayan kəsri qarışıq ədədə çevirmək üçün
kəsrin surətini məxrəcinə bölürük. Aldığımız cavabı tam hissədə yazırıq. Qalığı surətdə yazırıq. Məxrəci isə olduğu kimi saxlayırıq. İndi bayaq yazmışdım, səhv eləməmsə 2,7-də 9. Dedim ki, bu düzgün olmayan qarşı qədəddir. Bəs bunu necə çevirəcəyik? Bayaq necə çevirdik? Surəti böldük məxrəcə, düzdürmü? Biz hələ tam hissəyə baxmırıq. Tam hissəni olduğu kimi saxlayırıq 2 tam. 9-u bölürük 7. Elədi 1, 7, qalıqda 2. Biz bunu bilirik, təbii ki, 9 7-yə böləndə qalıq 2 alınır. Tam 1 düşür. Sadəcə mən göstərmək üçün yazıram. Aldığımız bu cavab 1. Yazırıq harada dedik tam hissədə. Məxrəc olduğu kimi qaldı 7. Qalığı da dedik surətdə yazırıq. Bəs indi bu oldu 21. Yox. Bunun ortasına yazırıq üstə gəlmə. Toplayırıq. Tam hissələri toplayırıq. 2 ilə 1 topladıq, elədi 3 tam. 7-də 2. Və ya birbaşa belə yadınızda saxlayırsınız. Tutaq ki, 3 tam verib 6-da 19. Düzdür? 19-u 6-ya böləndə neçə eləyir? 19-u böldük 6. 3 elədi. Qalıq da qalır 1. Düzdür? Bu 3-ü aldığımız tam hissənin 3-ünü. Buradakı 3-ün üzərinə gəlirik. 3-ün üstünə 3 gəlirik, edir 6. Elədi 6 tam. Kəsrin məxrəci olduğu kimi qaldı 6. Qalığı da yazıraq surətdə. 6 tam. 6-da 1. Yəqin ki, aydın oldu. Bir də bunlara aid misal işləyəcəm. Amma bu qədər bu hissəsi bəsdir. Onsuz da biz kəsirlərin toplanmasını, çıxılmasını keçəcəyik. İzah edəcəm. Yəni, orada daha da sizə aydın olacaq ki, mən nə demək istəyirəm. İndi bəs. Mənə verilib ki, qarşı qədəd. Tutaq ki, tam 3/1. Deyir ki, bu qarşı qədədi düzgün olmayan kəsrə çevirin. Onda necə çevirəcəm? Qarşı qədədi düzgün olmayan kəsri çevirmək üçün tam hissəni, yəni 7-ni, kəsrin məxrəcinə vurub, üzərinə surəti əlavə edirik. Məxrəci isə olduğu kimi saxlayırıq. Yəni, məxrəclə işimiz yoxdur, belə deyək. Məxrəc olduğu kimi qalır. Sonra gəlirik. 7-ni vurduq 3-ə 21. Üzərinə də 1 gəldik 22. Yazırıq 3-də 22. Bu nə oldu? Qarışıq ədədin düzgün olmayan kəsrə çevrilməsi. Tutaq ki, məsələn verib 8 tam 10-da 7. Nə edəcəm? Kəsrin demək, tam hissəsini məxrəcinə vuracam. Üstünə də surəti gələcəm. Yazacam 8 vur 10, üstə gəl 7. Məxrəci isə olduğu kimi saxlayacam. Məxrəc 10-dur, 10-da yazacam. 8-i vurdum ona 80, üstünə də 7 gəldim, 87. Məxrəci də yazıram 10. Olur 10-da 87. Bu deməli bizdə nə oldu? Qarışıq ədədin düzgün olmayan kəsrə çevrilməsi. Bəs düzgün olmayan kəsri necə qarşı qədədə çevirdik? Bir də təkrarlayaq. Elə gəlin bunun üstündə eləyək, bu misalın üstündə. Görək ki, həqiqətən də biz 7,3-də 1 alırıq. 3-də 22-dir. Düzgün olmayan kəsirdir. Mən bunu qarşı qədədə çevirməliyəm, düzdür? Gəlirəm 22-ni bölürəm 3-ə. 22-nin içərisində 7 dənə 3 var, eləyir 21. Çıxanda qalıq qalır 1. Dedik ki, aldığımız cavabı tam hissədə məxrəci olduğu kimi qalığı isə surətdə yazırıq. 7,3-də 1. Baxın, yuxarıda 7,3-də 1 idi, bəli. Bu da oldu nə? Düzgün olmayan kəsrin qarşı qədədə
çevrilməz. İndi bəlkə də aranızda deyirsiniz ki, bu çox asandır, bunu niyə izah edirik, amma bilməyən uşaqlara daha aydın olsun, tez-tez keçmək deyə aydın izah eləməyə çalışdım yetəri qədər. Məncə də aydın oldu. Olmadısa yenidən baxın kimə bu hissə aydındırsa 2x-la qulaq assın ki, bu hissə aydındır, digər hissələri öyrənmək istəyirəm. Deməli, əsas belə deyək, adi kəsrin əsas hissəsi bunlardan başlayır. Mən bunları bilməliyəm. Düzgün kəsri, düzgün olmayan kəsri, qarşı qədədir, qarşı qədədin düzgün olmayan kəsri çevrilməsi, düzgün olmayan kəsrin qarşı qədəd çevrilməsini bilməliyəm ki, daha sonra bu hissənin ardını yaza bilim. İndi birinci biz nə öyrənəcəyik? Kəsrin əsas xassəsini. Kəsrin əsas xassəsi nədir? Kəsrin surət və məxrəcinin eyni natural ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Bu kəsrin əsas xassəsidir. Dedik, yazaq kəsrin əsas xassəsi. Kəsrin əsas xassəsi. Dedik ki, kəsrin surətini və məxrəcini. Tutaq ki, neçə yazaq? Yazaq 11-də 6 kəsri. Surətini və məxrəcini eyni bir ədədə vursaq, tutaq ki, eyni bir A ədədidir, vursaq və ya tutaq ki, yazım neçə? 18-də 6 və ya bölsək, buna da B ədədi yazaq. Kəsrin qiyməti dəyişməz. Bu nə deməkdir? Məsələn, mən A-nın yerinə yazıram ki, A bərabərdir 2. Nə bilim, A bərabərdir 3. 6 vur 2. A-nın yerinə 2 yazmışam. 11. Bir dəqiqə, məxrəc 11-dir. 11 vurulsun 2. Məxrəc də, surəti də eynidir də vurdum. Buranda nə alındı? 22-də 12. Və yaxud A-nın yerinə bu 2 qoyduq. İndi 3 qoyaq A-nın yerinə. 6 vurulsun 3. 11 vurulsun 3. Aldıq 33-də 18. Yadınızda saxlayırsınız ki, bizə verilən kəsr hansı idi? 11-də 6 kəsri surət və məxrəc eyni ədədə vurulubsa, onda 22-də 12 kəsrinə və 33-də 18 kəsrinə bərabərdir. Eyni bir ədədə vursaq və ya bölsək, dedik kəsrin qiyməti dəyişməz. Dəyişməz odur ki, yəni bir-birinə bərabər olur. Amma tutaq ki, sizə verilsəydi ki, 11-də 6 bərabərdirmi 44-də 18-ə? Gəlib baxırsınız. Bu 11 idi, 44 olub. Deməli, vurulub neçəyə? 4-ə. 6 idi, olub 18. Deməli, vurulub neçəyə? 3-ə. Biri 3-ə vurulub, biri 4-ə vurulub. Xeyr, bu kəsirlər bərabər deyil. Çünki biz dedik ki, surət və məxrəc eyni bir ədədə vurulmalıdır və ya bölünməlidir. Oldu? Yəni, eyni ədədə vurulubsa bərabərdir. İndi keçək bölməyə. Tutaq ki, deyək ki, B2-dir. Bir dəfə deyək ki, B3-dür. 6-nı böldü 2-yə. Deməli, 18-i də bölməliyəm 2-yə. Eləyir 3, bu da 9. 9-da 3. Əgər B-ni 3 götürsək, 6-nı bölməliyəm 3-ə, onda 18-i də bölməliyəm 3-ə. 6-nı böləndə 3-ə 2, 18 böləndə 3-ə 6. Deməli, biz alırıq ki, bizə verilən əvvəlki kəsir, yəni 18-də 6 kəsiri, aldığımız 9-da 3 və 6-da 2 kəsirinə bərabərdir. Çünki dedik, eyni ədədə vursaq, vurmanı bayaq başa saldıq və ya bölsək, bu zaman kəsirin qiyməti dəyişməz, yəni ona bərabər kəsir alınar. İndi bəs mənə versəydi ki, 18-də 6 kəsri, tutaq ki, neçə deyək, 3-də 2 kəsirinə bərabərdirmi? Yoxla görək, bərabərdirmi? Baxırsan, 18-i neçəyə böləndə 3 alınır? 6-ya. 6-nı neçəyə böləndə 2 alınır? 3-ə. Biri 3-dür, biri 6. Axı, eyni ədədə bölünməyib. Deməli, bu kəsirlər bir-birinə bərabər deyil. Əgər eyni bir ədədə vurulsa və bölünsə bərabər olacaq.
yox, eyni bir ədədə vurulub bölünməsə, yəni müxtəlif ədədlər olsa, biri 2-yə bölünsə, biri 3-ə bölünsə və yaxud biri 2-yə vurulsa, biri 3-ə vurulsa, bu zaman bu kəsirlər bərabər olmayacaq. İndi öyrənək kəsrin əsas xassəsi. Kəsrin əsas xassəsi nədir? Bunu öyrənək. Daha doğrusu kəsrin əsas xassəsi yox, kəsrin ixtisarı. Bir dəqiqə. Kəsrin ixtisarı nədir? Onu öyrənək. Bu hissə. Biz dairəyə ala bilmirik. Bir dəqiqə. Eyb yox, hamısı getdi, eyb yox olsun. Yazaq kəsrin ixtisarı. Kəsrin ixtisarı. Kəsrin ixtisarı əslində kəsrin əsas xəssəsinə oxşuyur. Demək olar eynidir. Sadəcə burada nə var? İxtisarda vurma yoxdur. Kəsrin əsas xəssəsində biz deyirik vursaq və ya bölsək, kəsrin ixtisarı isə ancaq bölmədir. Deyirik ki, kəsrin deməli ixtisar etmək üçün onun surət və məxrəcini eyni bir ədədə bölmək lazımdır. Kəsrin ixtisarı iki cür aparılır. Biri var tam ixtisar. Bir də var hissə-hissə ixtisar. Hissə ixtisar. Yadınızda saxlayın ki, testlərdə hər zaman cavab bizə tam ixtisar olaraq verilir. Məsələn, uşaq ixtisar edir, amma tam eləmir də, hissə eləyib bölüb, məsələn, 2-yə də bölünür, 3-ə də bölünür. Biz natural ədədlərdə qayda keçmişik ki, eyni zamanda 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür. Birbaşa 6-ya bölməkdən 2-yə ixtisar eləyib, yəni 2-yə bölüb cavabı yazıb. Baxır ki, variantlarda yoxdur. Niyə yoxdur? Çünki tam ixtisar eləməyib. 2-yə bölübsə təzədən 3-ə də bölməli idi. Bölməyib, ona görə də cavablarda olmayıb. Bu nə deməkdir? Məsələn deyirəm. Bizə verilib 36-da 12 kəsri. İxtisar nədir? Baxın, ixtisar əslində ən böyük ortaq bölənə bölmək deməkdir. Yəni elə bir ki, siz 36 ilə 12-nin və yaxud 12 ilə 36-nın əbobunu tapırsınız. Amma yəni durub burada əbob tapmağa vaxt aparmırıq. Biz ki, vaxtımız geçsin, mən birinci əbobu tapım, sonra ixtisar edeyim. Yadınızda saxlayın ki, nə qədər çox ixtisar etsəz, o qədər tez yadınızda qalacaq ki, hansı ədədə bölünür. İndi biz buradan baxan kimi görürük ki, 36 da 12-də hər ikisi 12-yə bölünür. Baxın, ixtisar edəndə belə üzərindən bir xətt çəkirik. Xətti çəkdik. 12-ni 12-yə böldük neçədir? 1. Yuxarısına yazırıq 1. 36-nı 12-yə böldük neçədir? 3. Buradan yazırıq 3. Bərabər işarəsi qoymuşuq. Qarşıdan yenə kəsr xətt çəkirik. Məxrəcdə nə qalıb? 3. Surətdə nə qalıb? 1. Yazırıq 3-də 1. Amma məsələn, siz bilmirsiniz ki, 36 və 12 12-yə tam bölünür. Düzdürmü? Problem deyil. Gəlirik aşağıda hissə ixtisara. 36 ilə 12-yə baxırsınız. Deyirsiniz ki, bu cür ədəddir. 2-yə bölünür. Lap yaxşı. Böl 2-yə vaxtı aparıb əbob tapma. 36-nı böl 2-yə 18. 12-ni böl 2-yə 6. Gəl burada yaz 18-də 6. Amma gedib cavablar içərisində 18-də 6-nı axtarma. Niyə? Sonra gəl bax gör. 18-dən 6 nəyəsə bölünür? Hə, bunlar da cüt ədəddir. 2-yə bölünür. 18-i böldün 2-yə 9. 6-nı böldün 2-yə 3. Elədi 9-da 3. İndi birdən deyirsiniz ki, axı 18 ilə 6 3-ə bölünürdü də, mən 3-ə niyə bölmədim? Bölə bilərsən. Mən sənə demirəm 3-ə bölmə. Mən bilməyənlərdən ötürü dedim ki, birdən bilməzsən ki, bu 3-ə də bölünür. Sonra baxıram 9-da 3. Gedib cavablar içərisində 9-da 3 axtarma. Niyə? Bax gör 9 ilə 3 nəyəsə bölünür. Hə, bölünür. Nəyə? 3-ə bölünür. 9-u 3-ə böldüm 3. 3-ü 3-ə böldüm 1. Baxın, bu xətt çəkib üzərində yazdıqlarımız var ha. Onlar bölmənin cavabıdır. Bəzən, məsələn, başdan başlayaq da, uşaq 36-nı bölür 2-yə, cavab 18 edir. Ora 18 yazmır. 2-yə böl, bax, 2-ni yazır. Cavabı yazırıq. Xətti çəkdik, yuxarısıya cavab yazırıq. 9-u 3-ə böldük 3, yazdıq 3.
3-ü də böldük. Elədi 1, yazdıq 1. Aldıq nə? 3-də 1. Baxın, bu cavabla bu cavab eynidir. Bu hissə ixtisardır. Baxın, mən 4 mərhələ getdim. Bu isə tam ixtisardır. Adi kəsirləri əgər yeni öyrənirsinizsə, hissə ixtisar etməyiniz normaldır. Çünki birdən-birə gözünüz görə bilər ki, yəni fikirləşə bilməzsiniz ki, 36-nın 12 hər ikisi 12-yə bölünür, elə birbaşa 12-yə bölüm. Və yaxud da yazarsınız ki, 36, 12, dersiniz ki, hər ikisi 6-ya bölünür, 6-ın vurma zədvəndə var. Bunu 6-ya bölərsiniz 2, bunu 6-ya bölərsiniz 6, yazarsınız 6-da 2. Sonra baxın ki, 6 ilə 2, ikisi cüt ədəddə 2-yə bölünür. Bunu 2-yə böldüm 1, bunu 2-yə böldüm 3. 3-də 1. Yəni, ixtisar edəndə o dəqiqə fikirləşməyin ki, mən ən böyüyünü tapım. Tapa bilmirsən, vaxtı aparma. Ən balaca hansına bölündüyünü bilirsənsə, onu da böl. Amma belə bir səhv eləmə. Məsələn, yenə 36-da 12-nin üstündən gedəcəm ki, yəni aydın olsun. Məsələn, 36-da 12 verilib. Uşaq deyir ki, 36-nı məsələn, mən 3-ə bölüm. Elədi 12. Gəlim, buradan da 12-nin 12-ni ixtisar aparım. Heç nə qalmaz ki, burada heç nə. Nə bilim, 0 və yaxud 1, belə bir şey yazır. Və yaxud başqa bir uşaq da belə yazır. 12, deyirsən ki, 12 4-ə bölünür. Bölün 4-ə bura yazım 3. 36-nı demir ha, 12-ni 4-ə bölmüşəm, 36-nı 4-ə bölüm. Çünki 36 da, nə bilim, 9-a bölünür, məsələn, yazım 4. O 4-3. Olmaz. Belə olmaz. Yadınızda saxlayırsınız ki, kəsrin ixtisarı, kəsrin surət və məxrəcinin birdən fərqli sözünü deyirəm. Niyə? Çünki onsuz da bilir ki, bütün ədədlər 1-ə bölünür. Birdən fərqli eyni bir ədədə bölünməsidir. Məncə bu da yetər qədər aydın oldu. Yəni də deyirəm, bir şey yadınızda saxlayın ki, siz ixtisar eləyəndə məcbur deyilsiniz ki, o dəqiqə ən böyüyünü tapasınız. Amma bir şey yadınızda saxlayın ki, siz hissə ixtisar edəndə ən sonuncu ixtisara qədər getməlisiniz. Çünki ən sonuncu ixtisara qədər getməsəniz, heç vaxt aldığınız cavabları, məsələn 18-də 6 cavablar içərisində görə bilməyəcəksiniz. Məncə yetəri qədər aydın oldu. Mən heç düşünürəm ki, yəni yetəri qədər aydın izah etdim. İndi keçək nəyə? Adi kəsirlər üzərində əməllərə. Əməl nədir? Bilirik də əməllərimiz nədir? Toplama, çıxma, vurma, bölmə üzərində əməllər. Belə. Adi kəsirlər üzərində əməllər. Başlayaq hansı əməldən? Toplama əməlindən başlayaq birinci. Sonra çıxma, vurma, bölmə, belə sırayla izah edək. Yadınızda saxlayırsınız. Məxrəcləri eyni olan kəsirləri toplamaq üçün. Məxrəc haraydı? Aşağı hissə. Tutaq ki, məxrəcdə verib bir n demişdik də, bayaq düzdürmü? Məxrəc yazaq eyni. Məxrəcləri eyni, surətləri fərqlidir. Birini yazaq A, birini yazaq B. Baxın, surətin bizə nə olmağın fərqi yoxdur. Surət eyni də ola bilər, A da ola bilər, B də ola bilər, və yaxud AB də ola bilər, ABC də ola bilər. Biz əsas məxrəcə baxacağıq. Məxrəcləri eyni olan kəsirləri topladıqda, məxrəci olduğu kimi saxlayırıq, surəti toplayıb cavabı surətdə yazırıq. Yenə də deyirəm, məxrəcləri eyni olan kəsirləri toplamaq üçün məxrəci olduğu kimi saxlayırıq, surətləri toplayıb cavabı surətdə yazırıq. Bəzən uşaq çaşır, məxrəci də toplayır, surəti də toplayır. Olmaz, bu yanlışdır. Məxrəc olduğu kimi qalır, surəti isə toplayıb surətdə yazırıq.
Bu qayda çıxma əməli üçün də eynidir. Yəni məxrəclər əgər eynidirsə, məxrəci olduğu kimi saxlayırıq, surəti çıxıb surətdə yazırıq. Məsələn, nə demək istəyirik? Bunu izah edək. Tutaq ki, mənə verib ki, 12-də 11 çıxılsın 12-də 5. Bu zaman nə edirik? Məxrəci olduğu kimi saxlayırıq, surəti çıxıb cavabı surətdə yazırıq. 11-dən 5 çıxırıq, elədi 6. İndi biz kəsirin ixtisarını keçmişik. Ona görə burada ixtisarı da başa salacağım. Cavabı heç vaxt 12-də 6 kimi saxlamayın. Niyə? Bunu ancaq 12-də 6 kimi kim saxlaya bilər? 5-ci siniflər. Çünki onlar hələ adi kəsirin toplanmasını keçəndə onun ixtisarını eləməyəcəklər. Daha sonra ileri dərslərdə müəllim artıq ixtisar eləməyi də öyrədəcək. Biz dedik ki, baxırıq 12 ilə 6 hər ikisi nəyə bölünür? 6-ya bölündü. 6-nı 6-ya böldüm 1, 12-ni 6-ya böldüm 2. Deməli cavab edir 2-də 1. Hər zaman cavabımız tam şəkildə ixtisar olunmuş olan cavabdır. Yəni 2-də 1 cavabıdır. Cavabı 12-də 6 alandan sonra deməyin ki, mən nəyi səhv elədim. Heç nəyi səhv eləməmsən, düz eləmsən, məxrəcdə olduğu kimi köçürtmüsən, 11-dən 5-i çıxmısan 6-dır. Amma cavabın yoxdur. Niyə? Çünki 12-də 6 kəsri ixtisar olunur. Hər zaman ixtisar olunan kəsir alınacaqmı cavab? Xeyr. Hər zaman ixtisar olunan kəsir alınmayacaq. Amma əgər alınıbsa, mütləq ixtisar etməliyəm. Məsələn deyirəm, indi toplamaya aid yazaq da. Bizə verilib ki, 12-də 3 üstə gəlsin 12-də 4. Məxrəclər eynidir. O zaman nə edirik? Məxrəc olduğu kimi saxlayırıq, surəti toplayıb surətdə yazırıq. Elədi 12-də 7. 12-də 7 kəsri nəyəsə bölünürmü? Xeyr, ancaq 1-ə bölünür. Biz demişik ki, ixtisar 1-dən fərqlidir də bölməkdir. Bu demək ki, cavabımız elə aldığımız cavabda 12-də 7. Amma ixtisar olunsaydı, bu zaman biz onu ixtisar edib daha sonra götürəcəkdik. Dedik ki, məxrəcləri eyni olan adi kəsirləri toplamaq üçün məxrəcləri eyni sözünü niyə vurğulayıram? Çünki məxrəci müxtəlif olanda bu başqa cür olur. Məxrəcləri eyni olan adi kəsirləri topladıqda və ya çıxdıqda məxrəci olduğu kimi saxlayırıq. Surəti isə toplama əməlidirsə toplayıb surətdə yazırıq, çıxmadısa çıxıb surətdə yazırıq. İndi baxın, biz adi kəsiri toplayanda hər zaman cavabı düzgün kəsir almırıq. Yəni bəzən kəsirin cavabı düzgün olmayan kəsir olur. Məsələn, bir dəqiqə. Tutaq ki, topladım 15-də 9 üzərinə gəl 15-də 8. Neynədim? Məxrəci olduğu kimi saxladım. 9, 18 topladım. Elədi 15-də 17. Baxaram ki, surət məxrəcdən böyüdür. Bu necə kəsir? Düzgün olmayan kəsir. Cavabı belə saxlayıram mı? Xeyr. Cavabı belə saxlamıram. İndi bunu da deyim. Bəzən cavablar düzgün olmayan kəsir verilə bilər. İxtisar olmayan kəsir olaraq cavab verilmir. Amma düzgün olmayan kəsir olaraq cavab verilir. Amma verilməyə də bilər. Ona görə biz düzgün olmayan kəsirin qarşı qədədə çevrilməsi qaydasını öyrəndik. Neynədik? 17-ni kəsirin yəni surətini böldük məxrəcinə. Nə alırıq? 1, qalıqda 2. Aldığımız 1'i yazdıq tam hissədə. Aldığımız qalığı yazdıq surətdə. Məxrəci isə olduğu kimi köçürdük. Cavabımız elədir 1 tam 15'də 2. Yenə də deyirəm. Cavabımız 15'də 17 verilə bilər. Amma cavabımız belə verilməyəndə biz düşünürük ki, biz səhv tapmışıq. Əvvəlcə variantların içərisinə baxırıq. Görürük ki, hamısı qarşı qədəd və ya düzgün olan kəsir şəklində verilib. Bəli. Deməli, mən bunu qarşı qədədə çevirməliyəm ki, cavabı düzgün alım. Yenə də deyirəm, ixtisarsız cavab verilmir. Mütləq ixtisarla verilir cavablar. Amma cavab düzgün olmayan kəsir olaraq verilə bilər. Belə adi kəsirin toplanmasını və çıxılmasını məxrəcləri eyni olan kəsirlər üçün öyrəndik. İndi biz məxrəcləri eyni olan qarışıq ədədlər üçün
toplamanı öyrənək. Sonra çıxmanı öyrənərik. Çünki biraz burada qarışıqlıq var. Əvvəl toplamasını öyrənək. Tutaq ki, mənə verilib ki, 2 tam 9'da 3 üstə gəlsin 1 tam 9'da 1. Neyniyəcəm? Baxın, tam hissə ilə tam hissəni toplayıb cavabı yazacağım tam hissədə. 3'ün üstünə 1 gəldim, elədi. 3'ün üstünə neydi? 2'nin üstünə 1 gəldim, elədi 3. Yazdıq tam hissədə. Yenə də dedik ki, əgər məxrəclər eynidirsə, məxrəci olduğu kimi köçürdürük. Yəni məxrəcdə toplama edib çaşıb yazmırıq 9'da ya 9, 18. Xeyr. Məxrəcdə nədirsə olduğu kimi köçürdürük. Sonra nə dedik? Surətləri toplayıb cavabı surətdə yazırıq. Yəni 3'ün üstünə 1 gəlirik, yazırıq 3 tam 9'da 4. Yenə də burada baxırıq. İxtisar varmı? 9'dan 4 ixtisar gedirmi nəyəsə? Xeyr, getmir. İxtisar aparmırıq. İndi bir şey deyim. Bəzən uşaqlar bu 3 ilə 9'u görürlər, ixtisar aparırlar ki, 3 ilə 9 3'ə bölünür. Bura yazır 3, bura yazır 1. Belə şey eləməyin. Olmaz, yanlışdır. Kəsrin tam hissəsinin ixtisara heç bir aidiyyəti yoxdur. Axı mən olsaydı tam hissədə ixtisar getsəydi, bunu sizə ixtisarın qaydasında deyərdim. Tam hissəyə əl vurmuruq. İxtisar yalnız və yalnız kəsr hissəyə aiddir. 9'dan 4 neysə ixtisar gedir? Yox. Deməli cavabımız 3'dan 9'da 4 etdi. Belə. İndi məsələn, birinci kəsirdə verilib tam hissə. İkinci kəsirdə yoxdur. Görürsünüz, tam hissəsində heç nə yoxdur. Neyniyim? İndi neynəməliyəm? Heç nə yoxdur, lap yaxşı. Tam hissədə bir dənə 5 var. O birisində yoxdur ki, elə 5 yaz. Bayaq var idi ikisində də topladıq. İndi yoxdur, toplamırıq. 5'də təkcə 5'də yazırıq. Məxrəci olduğu kimi yazırıq. 3'ünün də altını toplayırıq. Edir 5 tam 17'də 9. Düzdür? Baxırıq yenə də ixtisar varmı? Yoxdur. Olduğu kimi də qaldı. İndi yaxşı. Biz tam hissə olmayanda öyrəndik. Bəs birdən birində tam hissə var. Amma kəsir hissəsi yoxdur. O birisində həm tamı var, həm də kəsiri var. Neyniyəcəm? Lap yaxşı. Tamı var. Sən tamı topla. 5 ilə 4 topla 9. Kəsir hissə yoxdur ki, olduğu kimi köçürdü. Bayaq neynəmişdik? Tam hissə birində var idi, birində yox idi. Biz tamı köçürdük. İndi kəsir hissə birində var, birində yoxdur. Kəsir hissəni köçürdük. Tamları toplayırıq, kəsir hissəni toplayırıq. Yəni, olduğu kimi köçürdük. Belə. Və yaxud da verib 10 tam üstə gəlsin 7'də 3. Neyniyim? Birində tam yoxdur. Birində də kəsir yoxdur. Mən bunu necə toplayayım? Lap yaxşı, lap yaxşı. Sənin misalın asanlaşdı. Gəl bu 10'u yaz tam hissəyə. 7'də 3'ü də yaz kəsir hissəyə. Olsun 10 tam 7'də 3. Aydın oldu mu? Məncə oldu, amma hərəsinə aid bir dənə də misal. Yenə də deyim ki, qarışıqlıq olmasın. Deməli, toplama aid başdan deyək. Yəni də deyirəm, biz hələ ki məxrəcləri eyni olandan danışırıq. Məxrəcləri müxtəlif olana keçməmişik. Məxrəcləri eyni olan adi kəsirləri dedik toplamaq üçün. Tutaq ki, 7'də 1 üstə gəl 7'də 2. Məxrəci olduğu kimi saxlayırıq. Surəti toplayıb cavabı surətdə yazırıq. Əgər ixtisar varsa ixtisar edirik. İxtisar yoxdursa ixtisar etmirik. Bu birinci. İkinci. Qarışıq ədədlərdir. Məxrəcləri eyni olan qarışıq ədədləri toplamaq üçün əvvəlcə tam hissələri toplayırıq. 2'yə 3 topladıq 5. Məxrəci olduğu kimi saxlayırıq. Surətləri toplayıb cavabı surətdə yazırıq. İndi baxırıq ki, mən nə almışam? 7'də 8. 7'də 8 necə kəsirdir? Düzgün olmayan kəsirdir. Bu hissədir. Düzgün olmayan kəsirdirsə neyinirik? 8'i bölürük 7'yə. Aldıq 1 tam. Qalıqda da 1. Bu 1 tamı. Tamda bu tam. Bu da qalıqda surətdir. Bu tamı gəlirik 5'in üzərinə. Bu 5'in üzərinə. 1'in üstə 5 gəlirik 6.
Məxrəci olduğu kimi yazırıq. Qalıqda nə var? Qalıqdakını da yazırıq surətə. 6 tam 7-də 1. Üçüncüsü. Tam hissə var. Bir də bizdə var kəsir hissə. Neyniyim? Lap yaxşı. Tamı yazdım. Kəsirdə yazdım. Gördünüz, heç nə fikirləşmədən vaxtım getmədi. Və yaxud da deməli, birində tam hissə var, digərində tam hissə yoxdur. Neyniyim? Lap yaxşı. Tam hissəni köçürt, kəsir hissələri topla, cavabı yaz. Oy, və yaxud da necə deyək? 3 tam 2-də 1-dir, üstə gəlsin 4-dür. Mən neyniyim? Kəsir hissə birində var, birində yoxdur. Lap yaxşı. 3 ilə 4-ü topla 7. 2-də 1-i də olduğu kimi bura köçürt. Məncə çətin deyil. Əgər surətli dedimsə, nə bilim 0-5-ə qoyun qulaq asın. Yox, çox yavaş-yavaş deyirəmsə, də surəti qaldırın, elə qulaq asın dərsə. Bu oldu bizdə nə? Toplama. İndi keçirik çıxmaya. Çıxmada biraz qəliz məqamlar var, ona görə çıxmanı ayrı dedim. Eyni olan məqamları birinci deyirəm ki, asanlar deyək. Eyni olan nə idi? Dedik ki, verilibsə, bizə 8-də 7 ilə 8-də 4, məxrəci olduğu kimi saxla, surətləri çıx, cavabı surətdə yaz. Bu toplama ilə eyni olan qayda. Və yaxud da verib ki, tam hissə və kəsir hissədən ibarət olan 2 dənə kəsir. Taxçını yazaq 10-da 6. Neynəsin? Toplamada neynədin? Tam hissəni topladın. İndi çıxmadı neynəsən? Tam hissəni çıxarsan. 5-dən 3 çıxdan 2. Məxrəci olduğu kimi saxladın. Surətdən də surəti çıxırsan. 9-dan 6 nədir? 3. Elədir 2 tam 10-da 3. Bu da toplama ilə eynidir. Tam hissədən tam hissəni çıxdıq. Kəsir məxrəcinin olduğu kimi saxladıq. Surətdən surəti çıxıb cavabı surətdə yazdıq. Üçüncü. Deməli, biz nədən danışdıq? Eyni olan məqamlardan. Üçüncü eyni olan məqam tutaq ki, verib 9 tam 11-də 6 çıxılsın 4. Baxıram, birində kəsir hissə var, birində yoxdur. Neynirəm? 9-dan 4-ü çıxıram, elədir 5 tam. Kəsir hissəni isə olduğu kimi köçürdürəm 11-də 6. Bu eyni olan məqamlar idi. İndi isə bax, mən keçirəm eyni olmayan məqamları izah etməyə. Eyni olmayan nədir? Mənə versəydi 10 çıxılsın 4 tam 7-də 3. Onda nə edəcəkdim? Ondan 4-ü çıxacaqdım. Yazacaqdım ki 6 tam 7-də 3. Xeyr, bu səhvdir. Bu yanlışdır. Uşaqların çoxusu da bu yanlışı eləyir və bəzən testdə bu cavab verilir. Bu yanlışı eləməyin. Toplama üçün bu düzdür. Bəli, 10-dan 4-ü toplayıram, yazıram 14 tam 7-də 3. Amma çıxma üçün bu düzgün deyil. Çıxmada əgər baxın, yuxarıdakı kimi olsaydı, üstdəki misal kimi olsaydı, üçüncü misal kimi. Bəli, üçüncü misal kimi olsaydı, onda mən 9-dan 4-ü çıxardım. Deyək, bu nədir? Qarışıq ədəddən natural ədədin çıxılması. Verilsəydi, bəli, qarışıq ədədin tam hissəsindən natural ədədi çıxardım. Amma natural ədəddən qarışıq ədədi çıxıramsa, bu zaman natural ədəddən, yəni ondan bir tamını götürürüm. Bir tam götürdüm, qaldı neçə? 9 tam. Sonra digər kəsirin məxrəcinə baxıram. Məxrəc nədir? 7. Kəsirin məxrəcini və surətini olduğu kimi yazıram. 7-də 7 yazıram. 10-da 10 yazıram. 3-də 3 yazıram. Yazdım. Baxın, deyirsiniz ki, niyə mən 7-də 7 yazdım? Niyə 8-də 8 yazmadım? Birincisi mən və yaxud da 7-də 3 yazmadım ki, 7-də 7 yazdım. Niyə? Bax, 7-ni 7-yə böləndə neçə edir? 1. 9 üstünə də 1 gəlsəm, həmin bu 10 alıram, bəli alıram. Ona görə mən 7-də 7 yazdım.
Bəs niyə 7 yazdım? 8-8-ə bölündə də bir anlarda 8-8 yazardım. Çünki mən bu məxrəcə baxıram. Məxrəcdə 7-dirsə, onda 7 yazmalıyım. Çıxılsın, bu hissəni olduğu kimi köçürəcəm. 4,7-3. İndi ikinci qaydamız necə idisə, onun kimi də çıxıram. Tam hissədən, yəni 9-dan 4-ü çıxdım, elə də 5 tam. Məxrəc 7-dir, olduğu kimi saxladım 7. 7-dən də 3 çıxdım, elə də 4. Elə də 5 tam 7-də 4. Aydın oldu mu? Məncə aydın oldu. Belə. Başqa bir məqam burada varmı? Başqa məqam var. Başqa bir dənə də məqam var, 5-ci. Onu da deyək, çıxmadan. Nəysə birdən unutmuş olsam, sonra yenidən deyəcəm. Tutaq ki, indi verib natural ədəd, bu 5-ci deyək. Natural ədəd verib 7. Bir də adi kəsir verib 4-də 3. İndi baxırsan, tam hissə yoxdur. Sən də qəribə gəlir ki, bu 7-dir, bu 4-də 3 necə çıxır? Yine eyni şeydir. Natural ədəddən, yəni 7-dən bir tam götürürsən. Oldu 6. Kəsrin məxrəcinə baxsan. Nədir 4? Yazırsan 4-də 4. 6-dan 4-də 4 yazdın. Çıxılsın 4-də 3. Necə çıxırdıq? Baxıram tam hissədir burada 6. Burada yoxdur ki, lap yaxşı. 6-dan heç nə çıxa bilmədiyimə görə 6 yazıram. Kəsrin məxrəcini, yəni 4 olduğu kimi saxlayıram. Surətdə də 4-dən 3 çıxıram, yazıram 1. Oldu 6-dan 4-də 1. Belə. Məncə yetərli qədər aydın oldu. Aha, bir məqam qaldı. Yaxşı yadıma düşdü. Bunu deməzdim birdən. Baxın. 2 ilə qarşı ədəd verib. 5 tam neçə yazım? 4-də 1 çıxılsın. 2 tam 4-də 3. Gəlirsiniz 5-dən 2-ni çıxırsınız. Əla yazırsınız. 3 kəsrin məxrəcinə köçürsünüz 4. Baxırsınız ki, 1-dən 3 çıxmaq olmur və yaxud da yuxarısını 1-dən 3 çıxa bilir. Yazır mənfi 2. Olmaz belə. Belə olmaz. 1-dən 3 çıxmaq olmur. Düzdürmü? Tez nə edirsiniz? Tez bu yazdığınızı silirsiniz. Deyirsiniz ki, yox, sən demə çıxmaq olmamış. Mən fikir verməmişəm kəsrin surətinə. Ona görə də çıxmayayım. Nə edirsiniz? Bax, nə deyib bayaq? 5-dən 1 tamını götürürsünüz. Elə də 4 tam. Düzdür? Kəsrin məxrəcinə də 4 yazıram. Bayaqçı kimi 4 tam 4'də 4 yazmayacaq. Niyə 4'də 4 yazmır? Çünki axı burada 1 də var. Bax, burada 7-dən 1 tamını götürdük, yazdıq 6-dan 4'də 4. Amma biz 5-dən 1 tamını götürəndən sonra yaza bilmərik 4 tam 4'də 4'ü. Çünki burada surətdə 1 var. Həmin o 4'ün üstünə 1 gəlib yazmalıyıq 4'də 5. Çıxılsın 2-dan 4'də 3. Aha, indi çıxmaq olur. 4'dən 2'ni çıxdım. 2, 5'dən 3'ü çıxdım. 2, məxrəcdə olduğu kimi 2'dan 4'dən 2. İndi rəqəmləri elə verdim ki, bir-birinə qarışıq. Eyni rəqəmləri aldı 4, 4. Dəyişib bir dənə də başqasını verəcəm. Burada da bayaqdan fikir verməmişdim, indi fikir verdim. Baxın, ixtisar var. 4 ilə 2 neçəyə bölünür? 2'yə. 2 da 1. Olur 2 tam 2'dən 1. İndi rəqəmləri biraz fərqli verim ki, bəlkə burada yenidən rəqəmlər eyni oldu deyə qarışdırarsınız ki, nə oldu ya, 2'lər, 4'lər hamısı qarışıb bir-birinə, bu nədir? Ona görə biraz fərqli rəqəmlər verək ki, tam aydın olsun. Tutaq ki, 13 tam 17'də 1 çıxılsın, 2 tam 17'də 5. Əvvəlcə yenə də deyirəm, həmişə gəlin tam hissəyə yox, bura baxın. 1-dən 5 çıxmaq olur, yox, çıxmaq olmur. Tez neyin? Çıxmaq olmursa 13'dən bir dənəsini götürün, oldu neçə? 12. Sonra neyin? Məxrəci olduğu kimi yazın 17. Həmin o bir dənə götürmüşsünüz, o bir dənəni siz məxrəcdə neçədirsə onun kimi hesab edin. 1'i vurun 17, elə də 17. Üzərinə də bu surətdəkini gəlin. Surətdə 1'dir 1 gəlin, surətdə 5'dir 5 gəlin. Neçədir son gəlin? 1'dir 17'nin üstünə 1 gəldim 18. Çıxılsın 2 tam 17'də 5. 12'dən 2'ni çıxırsınız 10.
Məxrəci olduğu kimi yazırsınız 17. 18-dən də 5 çıxırsınız. 13. Aydın oldu mu? Bir dənə də yazaq. 10 tam 13-də 5 çıxılsın. 13-də 8. Neyniyəcəyik dedik. 13-də bir də 7 yazım desən, yenə eyni rəqəmlər alınacaq, ona görə istəyirəm eyni rəqəm alınmasın ki, gözlə yormasın. Baxırıq 5-dən 7-ni çıxmaq olmur. Ondan 1 tam götürürük, eləyir 9 tam. Məxrəcə 13 yazırıq. Sonraki surətdə ədəd var, 15, 5 var surətdə. 13-ün üstünə 5 gəlirik, yazırıq 18 çıxılsın. 13-də 7. 9-dan tam hissə yoxdur, çıxa bilmirik, ona görə 9 yazırıq. Məxrəci olduğu kimi köçürdürük. 18-dən də 7-ni çıxırıq, eləyir 11. Belə. Məncə tam aydındır. Məxrəcləri eyni olan adi kəsirlərin toplamasına və çıxmasına aid nə varsa, bunu izah etdik. Məxrəcləri eyni olan, yenə də deyirəm. İndi biz izah edəcəyik. Məxrəcləri müxtəlif olanı. Məxrəcləri müxtəlif olan adi kəsirlərin toplanması və çıxılması. Görək, burada fərqli olan məqam nədir? Xatırladım ki, yəni mən elə düşünürəm ki, içərisində biraz çətin olan məxrəcləri müxtəlif olanları tapmaqdır. Müxtəlif olan kəsirləri toplamaq və çıxmaqdır. Vurma və bölmədə məxrəci eyni olsa da, məxrəci fərqli olsa da heç bir fərqi yoxdur. Eyni cür işlənir, eynidir. Prinsipi eynidir. Deyərdim ki, bəlkə də izahı da çox qısadır. Biraz bizdə izahı uzun olan və öyrənməli, baş yormalı tərəf toplama və çıxmadır. Bunu öyrəndinizsə, vurma və bölmə sizin üçün çox asan olacaq. Belə, indi izah edirik, nə dedik? Məxrəcləri müxtəlif olan kəsirlərin birinci toplanması, sonra çıxmasını öyrənək ki, ailəm bir-birinə eyləməsin, dəyməsin. Belə. Baxın, tutaq ki, mən yazıram 7-də 1 üstə gəlsin 5-də 1. Bir dəqiqə 1 yazmayayım, digər surətlər eyni yazıldı. 7-də 1 üstə gəl 5-də 2. Əvvəl dedik, misal işləyən nəyə baxırıq? Məxrəcə. Məxrəc eyni olsaydı, rahat idi. Eləyirdik, eyni olanda məxrəci olduğu kimi saxlayırdıq, surətləri toplayıb surətdə yazırdıq. Məxrəc əgər müxtəlifdirsə, bu zaman biz məxrəcin əkobunu tapırıq. Əkobunu. 7 ilə 5-in əkobunu tapırıq. Biz natural ədədlər dərsini öyrənmişik. Bilirik ki, orada bəzi qaydalarımız var idi. Bilirik ki, əgər bizə 2 dənə sadə ədəd verilibsə və yaxud 2 ardıcıl natural tək ədəd verilibsə, onların əkobu nəyə bərabərdir? Əkob nəyə bərabərdir? A vurulsun B-yə, yəni nəyə? Onların hasilinə. 7 ilə 5 ardıcıl tək ədəddir. Əkobu onların hasilinə bərabərdir, 35. Demək ki, məxrəcdə mən nə yazacağım? 35. İndi bəs surəti hardan tapacağım? Bax, surətdə nə edəcəyik? Məxrəcə nə yazmışam? 35, düzdürmü? Birincinin məxrəcində nə var? 7. 35-i bu 7-yə böləcəm. Edir neçə? 5. Gəlib burada bir dənə belə xətt çəkəcəm, yazacağım 5. Sonra keçəcəm ikinciyə. 35 yazmışam. 35-i böləcəm buradakı 5-ə. 35-i böldüm 5-ə. Elədi neçə? 7. Hara yazacağım? Buraya yuxarı yazacağım. 7. Sonra surətdəki bu 1-i vuracağım. Bax, bu hissəni buna. Bunu vuracağım bura. 1'i vurdum 5'e 5. 2'ni vurdum 7'ye 14. Məxrəclər eyni oldu. Neynirdik? Məxrəc olduğu kimi saxlayırdıq. Surətləri toplayıb cavabı surətdə yazırdıq. Elədi 35'də 10.
9. Və yaxud verib ki, 12-də tutaq ki 7 üstə gəlsin 18-də necə deyək 5. Nə edirik? Birinci əkub tapırıq 12 ilə 18-ə. 12 ilə 18-in əkubu neçədir? 36-dır. Necə tapdıq onu da deyək. 12 ilə 18 nəyə bölünür? İkisi də 6-ya bölünür. 12-ni 6-ya bölsəm 2, 18-i 6-ya bölsəm 3. Əkubdan eləyirik, ədədlərdən böyüyünü götürürdük. Digərindəki vuruğa vururduq. Evet, 36. Sonra dedik, nə edirik? 36-nı bölürük məxrəcə 12-yə. Elədir 3, yazırıq bura. 36-nı bölürük 18-ə. Elədir 2, yazırıq bu hissəyə. 7-ni 3-ə vururuq 21. 5-i 2-yə vururuq 10. Məxrəc olduğu kimi saxlayırıq. Surəti toplayıb cavabı surətdə yazırıq. Belə. Aydın oldu mu? İndi bir dənə bu üsul da deyirəm. Bu üsul asandır, bəli, amma uzundur. Asandır, amma uzundur. Misal silmədən yazım, cavabın eyni alındığını görəsiz deyə silməyək. Bu aşağıda əkub yazdığım hissələri sileyim. Amma misalın özünü silməyim. Yəni, bu üsuldan istifadə etsəz yanlışdır demirəm. Doğrudur. Ancaq ki, sizin vaxtınızı aparır. Yəni, ay mən əkub tapa bilmirəm. Əkub tapmaq mənə çətindir. Ondansa belə eləyim deyən uşaqlar üçün bunu edə bilərsiniz. Nə eləyə bilərsiniz onu deyək. Baxın. Əkub tapmıram. Burada məxrəcdə nə görürəmsə, gəlib yazıram bu hissəyə. Bunun məxrəcində nə görürəmsə, gəlib yazıram bura. Elə bir bunu bura yazıram, bunu bura. Yazdım. Sonra məxrəcləri vururam bir-birinə. 7-ni vurdum 5-ə, 35. Bu hissəsi də indi. 1-i 5-ə vurdum 5. 2-ni 7-yə vurdum 14. Ortada toplamada topladım. Evet, 35-də 19. Eyni cavabı aldım. Bəli. Deyirsiniz, axı, bayaqçından qısa oldu. Yox, qısa olmadı. Qısa oldu, bu misal üçün qısa oldu. Niyə bu misal qısa oldu, onu da deyim. Çünki bu misalda 7 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Və yaxud ardıcıl natural ədədlərdir. Və yaxud ardıcıl natural ədəd yox, ardıcıl tək natural ədədlərdir. Və yaxud da sadə ədədlərdir. Buna görə asan da oldu, bəli. Amma gəlin indi biz aşağıda verilən kəsrə baxaq. Nə olacaq? Deməli, 12-də 7-dir. Bir də 18-də 5-dir. Nə edirik? Dedik ki, burada gördüyümüz 18 yazırıq bura, çarpaz şəkildə. 12 görmüşük, yazırıq bura. Məxrəcdə nə edirəm? 12-ni vururam 18-ə. Surətdə nə edirəm? 7-ni vururam 18-ə. Bir də 5-i vururam 12-yə. 12-ni vurdum 18-ə. 180, üstünə 9 sayısı gəldi 216. 7-ni vurdum 18-ə. Deməli, neçə edir? 56, 112, üstə gəl 60. Sonra bunu toplayıram. Edir 216-da 186. Mən belə qutarıram bundan. Yox. Baxıram ki, ixtisar olunur. Neçə ixtisar olunur? Tutaq ki, 2-yə. 2 ixtisar apardım. Elədir 108-də. Deməli, 2 ixtisar aparanda 93. Sonra baxıram 3 ixtisar edir. 3 ixtisar aparıram. 3 ixtisar aparıram. 36, 31. Gördünüz? Misal daha uzun oldu. Daha uzun getdi. Sadəcə mən bayaq yenə dedim, iri yazmışdım. Bu misalda yer çatsın deyə xırda-xırda yazdım. Amma misalı hansı üsulla işləməyinizin heç bir fərqi yoxdur. Siz deyirsiniz ki, mənə bu üsul asandır, müəllim. Mən bu üsulla işləmək istəyirəm, işlə. Fərqi yoxdur. Bəs mən bu üsulla işləsəm, bunu mənə imtahanda səhv tutarlarmı? Bu sənə qapalı sualdırsa, səhv tutmazlar. Əslində açıq sualda da səndən səhv tutmazlar bunu. Amma
balından qıra bilərlər. Deyim niyə? Çünki sən buna əkop tapmadın. Sən bunu uzun yolla getdin. Bax, balından qıracaqlar, sonra deyəcəksən, nə fərqi var? O da alıb 36'da 1, mən də almışam 36'da 1. Çünki sən əsas qayda ilə işləməmsən, ona görə balından qırıblar. Yox, balından qıracaqlar deyə gedib o sualı açıq yazmayıb mı gələcəksən? Yox. Yaz. Yaz, eyb yox. Balından qırsınlar. Amma bir deyək də, sən 6,3 baldan, tutaq ki 1 balı qırdılar, aldın 5,3. Yəni orada 5 balı boş yerə aparma. Yaz. Bu üsulu bilirsən, bunu yaz. Yenə də bir dənə də bu üsula aid misal deyirəm, sonra keçirəm. Qarşılıq ədədlərin toplanmasına məxrəcləri müxtəlif olan. Tutaq ki, verib ki, məsələn, indicə deyək. 6'da 5 üstə gəlsin, 8'də isə deyək 3. Nə inirsən dedik, bu məxrəcdə gördüyü bu hissə yazırsan, bu hissə nə adlanır? Tamamlayıcı vurğun yazıldığı hissədir. 6'ını da yazdım bura. 6'ını vurdum 8'ə, 5'i vurdum 8'ə, 3'ü vurdum 6'ya, ortada toplamadı, topladım. 48, burada yazdım 40, buna yazdım 18, sonra topladım nerede? 48'də 58, sonra gördün ki bu düzgün olmayan kəsirdir. Gəldin 58'i böldün 48'ə, elədi 1, 48, 10 da yadda. Bu 1'i yazdın tam hissəyə, 48 olduğu kimi məxrəcdə, qalıqda yazdın surətə. Burada tam hissədir. 10. Sonra baxarsan 48'dən 10 2'yə xısa gedir. Buraya yazsan 24, buraya yazsan 5. Olur 1 tam 24'də 5. Əgər bu misalda tam hissə olsaydı nə dəyişərdi? Tutaq ki, burada 4 var, burada 5 var. Mən misal təzədən yazmayayım deyə belə yazıram. Neynirəm? 4 ilə 5 toplayıram, yazıram 9. Sonra gəlib burada yazıram 9. Sonra burada yazıram 9. Burada nə olur bəs? Bu 1 tamı, bu 9'un üzərinə gəlirəm, buraya yazıram 10. Olur 10 tam 24'də 5. Yəni bir də qarşı ədədlər üçün məncə yazmayaq misal. Qarşı ədəddə dəyişən hissə odur ki, sən tamları toplaya get. Yəni o məxrəcdə və yaxud surətdə elədiyin vurma əməlinin tam hissəyə heç bir aidiyyəti yoxdur. Tam hissə olduğu kimi qalır. Tam hissəni heç nə eləmirsən. Toplamalı tam hissə varsa toplayırsan, yoxsa da toplamırsan. Bu qədər. Keçirik növbəti izaha. Növbəti izahımız nədir? Məxrəcləri müxtəlif olan kəsirlərin çıxılması, toplamasını bitirdik. İndi çıxılmasını izah edək. Bir yazaq da. Çıxılmasını izah edək. Məxrəclər müxtəlif olan, eyni olan dedim deyəsən. Tutaq ki, yazaq 17'də 15 çıxılsın. 3'də 1. Neyinirik? 17 ilə 3'ə əkop tapırıq. Əkop olur 51. 17 vur 3. Niyə elə oldu? Çünki 17 ilə 3 necə ədəddir? Qarşılıqlı sadə ədəddir. Oldu 51. Sonra elədik? 51'i böldük 17 elədi 3 yazdıq bura. 51'i böldük 3 elədi 17 yazdıq bura. Sonra elədik? 15'i vururuq 3'ə çıxılsın. Bir də vururuq 17. Edir 51, 45, 17, 28, 51. İxtisar varmı? Məncə yoxdur. Olmur, yox. İxtisar yoxdur. Cavab oldu 51'dən 28.
və yaxud verib 16-da 14 çıxılsın 12-də 5. Yenəcəyik. Əkok tapacağıq 16 ilə 12-yə. İkisi də 4-ə böldü. 4, 3. 16-nı götürdük. Digərindəki də vurduq. Yerdə 48. Deməli, məxrəc neçədir? 48. 16-nı 48-ə böldüm. 3 yazıram burada. Daha doğrusu 48-i 16-ya böldüm. 3 yazdım 14-ün üzərində. 48-i 12-yə böldüm. 4 yazdım 5-in üzərində. 14-ü vururam 3-ə, çıxılsın. 5-i vururam 4-ə. Edir 48-də. Deməli, 42 çıx 20. O da 48-də 22. 2-yə ixtisar gedir. Bu da qalır 24-də 11. Və yaxud bunun bu yolunu da dedik sizə. Dedik ki, əgər siz əkok tapmağı bacarmırsınızsa, bu misalı belə də işləyə bilərsiniz. 16-da 14 çıx 12-də 5-dir. 12-ni gətirib buraya yazarsınız. 16-nı gətirib buraya yazarsınız. Sonra məxrəcləri bir-birinə vurarsınız. 16 vur 12, 14 vur 12, çıxılsın. 5 vur 16. 16-nı 12-yə vuranda 160, 192. 14-ü 12-yə vuranda 140, 168. 5-i 16-ya vuranda 80. 192-ni yazırıq. 168-dən 80-i çıxanda 88. Bunda ixtisar aparırsınız 2-yə. 96, 44. 96 buna yarışmadı. 44. Sonra yenə 2-yə ixtisar gedir. 2-yə ixtisar aparırsınız. 22, 48. Yenə 2-yə ixtisar gedir. Yazısız 24, 11. Baxın. Eyni cavabı almışıq. Buradakı ilə buradakı eyni cavabdır. Amma bu daha uzun bir üsuldur. Yenə də çıxmada. Əgər ki, burada tam hissə varsa 6 tam, 3 tam. Narahat olmayın. Heç bir narahatsızlıq yoxdur. 6-dan 3'ü çıxın və tam hissəyə 3 yazın. Aydın oldu? Məncə, hə. Belə. Bu da belə.